Dövlət Məşğulluq Agentliyinin Şirvan Salyan Regional Məşğulluq Filialı tərəfindən 29 oktyabr 2025-ci il tarixində Salyan şəhərində 20 işə götürənlə birgə əmək yarmarkası təşkil olunub. Tədbirdə agentliyin tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. İşə götürənlər tərəfindən mövcud vakansiyalar və onların tələbləri barədə ətraflı məlumat verilib. İşsiz və iş axtaran şəxslərə 75 boş iş yeri təqdim olunub. Filial tərəfindən təqdim edilən vakansiyalara dair tələblər təhlil edərək, işsiz və iş axtaran kimi qeydiyyatda olan vətəndaşlarla fərdi iş aparılıb və uyğun namizədlər tədbirə cəlb olunublar. Şirvan Salyan Regional Məşğulluq Filialı tərəfindən Salyan rayonu ərazisində əmək yarmarkası təşkil olunmuşdur. Yarmarkada 20-yə yaxın müəssisə təşkilat tərəfindən təxmini 75-80 arası vakansiya çıxarılmışdı. Bizə müraciət edən əsas məqsədimiz iş axtaran və işsiz şəxslərin işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlıdır. İstiqaməti üzrə biz fərqli vakansiyalar olduğu üçün bizə müraciət edən vətəndaşların burada iştirakını təmin etməyə çalışmışıq. Burada hər iki tərəf üçün də həm intensivlik, həm də məhsuldarlıq daha əhəmiyyətlidir. Bu baxımdan da burada cəlb etdiyimiz vətəndaşlar sahibkarlarla görüşərək onlara uyğun olan vakansiyalarla tanış oldular. İşlə əlaqədar məşğulluğa bir ilə yaxın idi ki, müraciət eləmişdim. Sağ olsunlar ki, belə məşğulluq tədbir keçirildi. Mən də fikrimi nəzərə aldılar. İnşallah işlə təmin edəcəklər. İşə götürənlər vakansiyalara müraciət edən şəxslərin CV-lərini qəbul edərək nəzərdən keçiriblər. Uyğun hesab edilən namizədlər növbəti mərhələyə dəvət olunublar. Tədbirdə 200-ə yaxın vətəndaş iştirak edib. Elvin Qudratov, Səmil Quliyev, Bu Gün İnformasiya proqramı üçün.